Bu bizim hostelin hemen o znameniti eskalatoru gece gündüz işləyir yeri gəlmişkən. Sağ əli Bakının keçidlərin başına. Təmiz hosteldir. Prostinləri, dəsmalları, stakanları çəkmişəm də hamısını pillə-pillə. Yəni bunun bir dənə psixoloji tərəfi var ki, bilə bilməzsən içəridə otaq yoldaşın kim olacaq. O da əskərlikdə olmuş istənilən Azərbaycanlı balası üçün bir problema. Gəncədədir bu qala hostel. Yəni bir də orada mən şeyin şahidi oldum ki, bu qala hosteldən Eminavoy söhbət gedir. Orada heç kimə qəddarlıq eləmədilər. Yəni mən orada olduğum müddətdə gördüm ki, bəzi biri gəldi ki, məsələn 15 manatım yoxdur. 3 nəfərə 30 manat düzəltmişik məsəl üçün belə elə. Yəni heç kimə qəddarlıq eləmədilər. Elə eynən köhnə karvansaraylardakı kimi yola verdilər, getdi. Allah ürəkləricə versin. Yəni Gəncə kimi bahalı şəhərdə birdən Allah eləməmiş əliniz aşağı olsa, qalmağa yer tapa bilməsəz, qala hosteldə arxayınlığı ilə qala bilərsiniz. Gəncəyi yaxşı tanıyıram. Çoxlu dostlarım var. Gəncə gözəl şəhərdir. İnsanları da qonaqpərvər və mərddir. Atamın sözü olmasın. Elə Gəncəliyə rast gələrsən ki, gözü qırpmadan başı üzər. Yəni Gəncə cəmaatı mərddir, Cavad xanın yerləridir.